Dünyanın dövlət başçılarının fəaliyyətində siyasi düşüncələrindən asılı olmayaraq oxşar məqamlar çoxdur. Təxminən eyni olan protokol qaydaları, səfərlər, qəbullar, görüşlər, qarşılama və yola salma, rəsmi ziyafətlər və s. Amma bütün bu tədbirlər sırasında prezidentləri fərqləndirən bir məqam da var. Nüvə silahına sahib olan dövlətlərin başçılarının bir neçə addımlığında dayanan əli çamadanlı adam onları digərlərindən fərqləndirir. Həmin şəxs bütün səfərlərdə prezidenti müşayiət edir və əlindəki çamadan nüvə çantası, yaxud nüvə çamadanı adlanır. Nüvə silahına sahib olan dövlətin başçısı məhz bu çanta vasitəsilə harda, hansı ölkədə olmasından asılı olmayaraq, nüvə silahından istifadə etmək imkanına malik olur. Zaman-zaman nüvə çantaları haqqında fərqli fikirlər söylənilir. Bu qara çanta haqqında miflər yaradılıb. Hətta onun içindəki qırmızı düyməni basmaqla saniyələr ərzində nüvə silahının istənilən əraziyə düşməsi kimi əfsanələr də dolaşıb. Əslində çantanın gücü heç də söylənilənlər qədər deyil. Sadə dildə ifadə etsək, bu çanta rabitə vasitəsi rolunu oynayır. Amma adi rabitə vasitələrindən fərqli olaraq əlaqə xüsusi kod və şifrələrlə yaradılır. Yəni, prezident qırmızı düyməni basmaqla 1-2 saniyə ərzində raketlər havaya qalxmır. Buna görə də nüvə çantalarını həm də atom telefonu deyirlər. İlk dəfə nüvə çantasının yaradılması ideyası 1950-ci ilin ortalarından sonra Amerika Birləşmiş Ştatlarında Eisenhower'ın prezidentliyi dövründə yaranıb. Tam təkmilləşmiş çanta isə ilk olaraq növbəti prezident Kennedy'nin ixtiyarına verilir. Nüvə çantalarının funksiyaları təxminən eyni olsa da, fərqli xüsusiyyətləri də var. Amerika Birləşmiş Ştatları ilə Rusiyanın çantalarında fərq ondan ibarətdir ki, Amerikalılar nüvə çantasında xüsusi kodla yalnız hücum əmrini göndərmək mümkündür. Rusların çantasında isə perimetr adlı funksiya var ki, qarşı tərəfdən nüvə silahı istifadə olunanda o cavab olaraq avtomatik işə düşür. Nüvə çantasının ən həssas olan prezidentlər Donald Trump və Vladimir Putindir. Onlar ən qısa müddətli səfərlər zamanı belə çantaları bir addımlıqlarında saxlayırlar. Seridə nüvə çantasının hazırlanmasına Brejnevin dövründə başlanılıb. Ancaq nə o, nə də ondan sonraki hakimiyyətə gələn Yuri Andropova bu çantanı gəzdirmək qismət olmayıb. Sovet liderləri arasında ilk dəfə Konstantin Çernonkon ətrafında qara çamadanlı adam görünüb. Eyni zamanda nüvə çantaları həmin dövrdə SSR-nin müdafiə naziri olan Dmitri Ustinova və baş qərargah rəisi Nikolay Ogarkova verilib. Qeyd edək ki, SSR-də nüvə çantası 3 şəxsə etibar edilib. Yəni, çanta 3 nəfərdə olub. Ali baş komandan, baş katib, müdafiə naziri və baş qərargah rəisində. Bu şəxslərdə olan çantalardan əlavə də nüvə çantaları olub ki, onların yerləşdiyi yer məxfi saxlanılıb və onlar konkret bir şəxsin istifadəsinə verilməyib. Nüvə çantasından istifadə təlimatına görə nüvə silahından istifadə etmək yalnız bir nəfərin iradəsindən asılı deyil. 3 şəxsdən biri nüvə silahından istifadə etmək üçün xüsusi kodu strateji təyinatlı raket qoşunları qərargahına göndərəcəyi halda, qərargah bu əmri icra etmək hüququnda olmayıb. Yalnız ən az 3 nəfərdən ikisinin təsdiqindən sonra qərargah nüvə silahından istifadə etmək ixtiyarında olub. Prezidentlər dəyişilərkən nüvə çantaları and içmə mərasimi zamanı yeni seçilmiş prezidentə təqdim olunur. Qeyd edək ki, dünyada 9 ölkə, Amerika Birləşmiş Ştatları, Rusiya, Fransa, Çin, İngiltərə, Pakistan, Hindistan, İsrail və Şimali Koreya nüvə silahına malikdir. Arzu edək ki, bu ölkələrin başçılarına nüvə çantasından istifadə etmək qismət olmasın. Dünyamız sülh və əmin-amanlıq içərisində yaşasın.